1. Korinflilərə 13-cü fəsildə yazılıb ki, sevgi öyünmür. Digər tərəfdən Yeremiya kitabında yazılıb ki, fəxr etməliyik. Biz bunun biraz ziddiyyətli olduğunu düşünə bilərik. Lakin 1. Korinflilərə 13-cü fəsildə yazılan sözlər göstərir ki, özümüzlə fəxr etməməliyik. Və Yeremiya kitabında yazılan sözlər bizi Allah və bu həqiqətlə fəxr etməyimiz üçün işıqlandırır. Allah bizə hər şeyi, hətta bədənimizi və ruhumuzu verib. Onları yaradan Allahdır. Üstəlik, Allah hər bir şəxsə xüsusi istedadlar verib. Nəticədə bizdən heç nə gəlmədiyini anlaya bilərik. Bu baxımdan Allah bizi oyadır ki, öz gücümüzlə fəxr etməməliyik. Kimsə özü ilə fəxr edirsə, onun sevgisiz olduğunu başa düşmək olar. Başqa sözlə, Allahın həqiqətindən uzaqlaşır. Gəlin Yeremiya 9-cu fəsil 23 ayəyə nəzər salaq. Rəbb belə deyir, müdrik müdrikliyi ilə öyünməsin, igid öz gücü ilə öyünməsin, varlı öz sərvəti ilə öyünməsin. Ancaq öyünən onunla öyünsün ki, mən Rəbbin dünyada məhəbbət, ədalət və salihlik yaratdığını dərk edir və məni tanıyır. Çünki mən bunlardan xoşlanıram, Rəbb belə bəyan edir. Bu ayəni oxuyanda bəzi insanlar Allahın çox özündən razı və diktator olduğunu düşünə bilərlər. Bununla belə Allah bilir ki, əgər biz özümüzlə öyünsək, axırda onu tərk edəcəyik. Yaradılış kitabındakı Babil qülləsinin tarixi haqqında düşünün. Onlar dedilər, gəlin göylərə uzanan bir qülləsi olan bir şəhər tikək. Qüllə yüksəlib zirvəsi göylərə çatdıqca, insanlar onlara güc verən Allahın lütfünü unutmağa başladılar. Onların gözlərində insan gücü ilə tikilmiş nəhəng Babil qülləsi görünürdü. Buna görə də insanlar Allahı unudanda, sonunda özlərini ortaya qoyur və özləri ilə öyünürlər. Bununla belə Allahın bizə olan sevgisini heç vaxt unutmamalıyıq. Allah bizi o qədər sevdi ki, yeganə oğlunu verdi. O, bizim üçün hətta çarmıqda öldü. Allah bizə bu sözləri heç vaxt öz izzəti üçün verməmişdir. Allahın bizə bunu deməsinin səbəbi bizim öz xeyrimizədir. İnsanlar özləri ilə öyünməyi və güclərini göstərməyi sevirlər. Nəticədə onlar xilas yolundan və göylər səltənətindən uzaqlaşırlar. Buna görə də Allah dedi, müdrik müdrikliyi ilə öyünməsin, igid öz gücü ilə öyünməsin, varlı öz sərvəti ilə öyünməsin. Ancaq öyünən onunla öyünsün ki, məni tanıyır. Biz Allahı tanıdığımızı və bizi sevdiyini söyləyərək öyünməliyik. Biz həm də Allahın həqiqət sözü ilə fəxr etməliyik. Allah dedi ki, o bunlardan məmnundur. Ümid edirəm ki, hamımız Allahla, bu müjdə və həqiqətlə başqaları qarşısında fəxr edə biləcəyik. Çox sağ olun.